Bizdə bəziləri təəssüf ki, biraz biliyi olan kimi özünü dağ başına qoyur və xalqdan ayrılır. Xalqdan ayrılandan sonra xalqa xitab bacarığını itirir. Belə maarifçilik olmaz. Maarifçilik dediyimiz bir şey sənin biliyinlə ölçülmür. Sənin biliyini xalqa nə qədər çatdıra bilirsən, onunla ölçülür. Yəni anlaşıldığın qədərsən, başa düşüldüyün qədərsən. Və o tip insanlar fərqli formada geyinir, fərqli formada davranır, özünü elita kimi görür. O insanların xalqa çox vaxt xeyri olmur. Maarifçilik dediyimiz bir şey hər kəsi qucaqlayan bir şeydir və çox önəmlidir. Niyə önəmlidir? Çünki cəhalət, yəni maarifçiliyin qarşısında duran cəhalət sabah bir gün səni də, sənin uşağını da təsirləndirəcək, sənin həyatını qaralda bilər. Ona görə də Əli bəy Hüseynzadəyə yenə müraciət eləmək istəyirəm. Əli bəy Hüseynzadə Tolstoyu və Sədi Şirazini çox üstün görürdü. Niyə? Çünki onları maarifçi sayırdı. Belə yazıb. Zənnimcə İranda, hətta bütün müsəlman aləmində heç bir ədib, heç bir şair, avam insanlar, yəni bütün əhali Sədi qədər ədəbiyyatdan istifadə etmədi. Kimsə dili ümumi insanların anlayacağı bir şəkildə onun qədər xalqa gözəl surətdə sadələşdirə bilmədi. Kimsə onun qədər yaşamağın hikmətini cəmaata öyrədə bilmədi. Sədi hələ özü həyatda ikən əsərləri müsəlman aləminin hər tərəfinə, hər guşəsinə yayılmışdır. Bu gün İranda, bəlkə müsəlman məmləkətlərinin çoxunda Qurani-Kərimdən sonra ən çox nəşr olunan kitab Gülüstandır. Gülüstan kitabı 1252-ci ildə nəşr olunub. Savadlı, savadsız, az-çox rifahı ilə yaşayan hər bir müsəlmanın evində Gülüstan tapılar. İnsanların həmişə kitab oxumağa vaxtı yoxdur. Hər bir şəxs öz iqtisadi durumunu formalaşdırmağa çalışır, həyatda qalmağa çalışır. Belə bir məqamda oxuyan insanlar, bilən insanlar o borc aldıqları biliyi xalqa verməlidir, xalqa töhməlidir, insanları müəyyən qədər də maarifləndirməlidirlər. Bir bilik belə bir gün öyrənmək çox böyük bir şeydir. Biz də biliklərimizi Əli bəy Turan məktəbində göstərəcəyik. Ona görə də müraciət üçün link biodadır. Müraciət eləməyə tələsin.